sabahınız xeyir, necəsiz? Yaxşı olun inşallah. Bu günləri sizinlə birlikdə, bax, 14 fevral günü bu Türk kafesini, Sadi Türk kafesini sizdən sipariş eləmişəm və baxacağım ki, dadına necədir, sizə onu deyəcəm. Oy, iyi, gözəl, gözəl. Bunu tökək bura. Necə dolu qaşıqla tökürəm. Çünki bu rəngi açıq olduğuna görə bilirəm, lap belə o bərk tüntlərdən deyil. Yumuşaq kofi olacaq, Türk kofisi. Artıq tökürəm çünki xoşum gəlir ki, köpüklü olsun. Təxmini gördüyünüz nə qədər. Sade də arada içirəm, arada az şəkərli içirəm. Bunu ürünüzə əlavə edeyim. 3 cürə məndə kofi var. Osmanlı kofisi və Türk kofisi. Deməli, Osmanlı kofinin dadına baxmışam. Dünən fındıqlı kofi içdim. Oy, bu da gözəl dadı vardı. Leyla xanıma dedi ki, Leyla xanım, ondan mənə bir dənə sipariş edin. Çox hoşuma gəldi. Bu adi bildiyiniz Türk kafesi. Bunun ilk dəfə dadına baxacağım və sizinlə də bölüşürəm ki, biləsiniz. Bundan sipariş edə bilərsiniz. Bir neçəsini sipariş edin. Hansı ağız dadınıza uyğun olsa onu seçin. Çünki mağazalarda olan, marketlərdə olan kofilər eyni profilərdir. Yəni hər zaman ağız dadınıza bildiyinizdir. Amma bunlar fərqli bir olduğuna görə sizinlə bölüşürəm ki, mənim kimi kofi sevənlər sipariş edə bilərsiniz. Ofis, evləriniz, iş yerləriniz fərq etmir. Köprüye bakalım. Oy da süper. Başka kofilerden dadı bilirsiniz necədir? Yumuşaq kofidir və qəribə dadı var. O Türkiye'de biz içdiyimiz, bildiyimiz Türk kafesinin tamını verir. Mühtəşəmdir, çox bəyəndim. Bunu da çox bəyəndim. Ama fındıqlı bir başqa bir yer.